Herkese salam, hər birinizi yenidən kanalımda xoş gördük. Biz yenə tarixi şəxsiyyətlər bölməsindən danışırıq. Azərbaycan dili 4-cü sinif 2-ci hissədən. Bu dəfə də İskəndərlə bağlı mövzu ilə davam edəcəyik. İskəndərin buynuzu var mövzusunu izah edəcəm. 2A. Aşağıda verilmiş sözün izahını oxuyun. Sizcə nə üçün İskəndəri Zülqərneyn adlandırırdılar? Zülqərneyn ərəbcədir, mənası iki buynuzlu deməkdir uşaqlar. Sizcə bunu nəyə görə İskəndər haqqında deyirlər? Gəlin biz İskəndərin buynuzu var nağılını oxuyaq. Sualımıza sonra cavab tapacağıq. Biri var idi, biri yox idi. Bir padşahın İskəndər adlı oğlu var idi. İskəndər çox ağıllı uşaq idi. 16 yaşına qədər bir çox elmlərin açarını qoymuşdu cibinə. Amma bircə eybi var idi. Başından buynuz çıxmışdı. Ona görə də şiş papaq qoyardı ki, buynuzu görünməsin. Günlərin bir günü padşah dünyadan köçdü. İskəndər taxta çıxdı. Elə padşah oldu ki, ad sanı hər yerə yayıldı. Adı gələndə qonşu padşahlar tir-tir titriyirdilər. Cəmaət isə öz hökmdarından razılıq edirdi. Bu ölkədə bir dəllək yaşayırdı. İskəndərin başını yalnız bu dəllək qırxırdı. Onun buynuzu olduğunu təkcə bu dəllək bilirdi. İllər idi ki, bu sirri ürəyində saxlayır, heç kimə demirdi. Artıq dözə bilmirdi. Fikrindən əriyib çöpə dönmüşdü. Anası nə qədər yalvarırdı ki, oğul, axı sənin dərdin nədir? Belə saralıb solursan. De, bəlkə əlac elədim. Oğul dedi. Ana, bu sirri heç kimə deyə bilmərəm. Axırda dəllək bir çuxur qazdı. Ağzını çuxura tutub 3 dəfə yavaşcadan dedi. İskəndərin buynuzu var, buynuzu. Sonra çaranı yenə torpaqla doldurdu. Vaxt keçdi, həmin yerdən çoxlu qarğı çıxdı. Bir çoban qarğıdan tütək düzəltdi. Hansı havanı çaldısa, tütəkdən səs gəldi ki, İskəndərin buynuzu var, buynuzu. Xəbər İskəndərə çatanda bildi ki, bu dəlləyin işidir. Dəlləyi onun hüzuruna gətirdilər. Necə olub? Sirri hamı bilir, deyə şah qəzəblə soruşdu. Oğlan həqiqəti açıb danışdı. İskəndər baxdı ki, yazıq oğlanın heç bir günahı yoxdur. Onu bağışladı. Həmin vaxtdan hamı onu İskəndər Zülqərneyn deyə çağırdı. Uşaqlar, burada bizə söz boğçasında deməli, güzəran, çuxur, qarğı, əriyib çöpə dönmək sözləri verilib. Mən sizə qeyd eləmək istəyirəm ki, Zülqərneyn iki buynuzlu deməkdir. Yəni, məhz bu deməli, nağıldan sonra insanlar onu o cür çağırmağa başladılar. Gəlin, indi biz söz boğçasındakı sözlərin mənalarına baxaq. Güzəran, dolanacaq, dirilik, yaşayış, həyat mənasını verir. Çuxur, ətrafına görə aşağı çökmüş olan yerdir. Qarğı, qırtıckimilər fəslinə aid bitki cinsidir. Əriyib çöpə dönmək isə son dərəcə arıqlamaq, zəifləmək mənasında işlənmişdir. Gəlin baxaq B tapşırığına. Mətndə hansı suallara cavab tapmaq mümkün deyil? İskəndər hansı elmləri öyrənmişdir? Cəmaətin İskəndərə qarşı münasibəti necə idi? Dəlləyin adı nə idi? İskəndər nə üçün dəlləyi bağışladı? Uşaqlar, biz İskəndərin hansı elmləri öyrəndiyini bilmədik. O bir çox elmləri öyrənmişdi, amma hansıları öyrənmişdi? Baxın, bu haqda bir məlumat yoxdur. Daha sonra isə biz cəmaətin İskəndərə qarşı münasibətini bildik, amma dəlləyin adını nə olduğunu da öyrənə bilmədik və İskəndər nə üçün dəlləyi bağışladı? Bu suala da mətndə cavab var idi. C tapşırığına baxırıq. Bir çox elmlərin açarını qoymuşdu cibinə ifadəsinin mənasını mətnə əsasən izah edin. Yəni, uşaqlar 16 yaşına çatana qədər artıq nə qədər, yəni bir çox elmləri dərindən öyrənə bilmişdir, mənasında işlənir. Düşün və cavab ver. Şəkil 6 məlumatı oxuyun. Sizcə nə üçün İskəndərə Zülqərneyn ləqəbi verilə bilər? Fikrinizi əsaslandırın. Gəlin baxaq. Qədimdə şərqdə sərkərdələrin istifadə etdiyi dəbilqə budur. Baxın, orada görürsünüz ki, 2 dənə buynuz var. Dəbilqəsində 2 buynuz olduğu üçün, qurduğu dövlət şərqi və qərbi əhatə etdiyi üçün, həqiqətən buynuzu olduğu üçün. Əlbəttə ki, uşaqlar, dəbilqəsində 2 buynuz olduğu üçün ifadəsi daha uyğundur.
Deyə baxırıq. Oxuduğunuz nağıl və rəvayətlərdəki hansı məlumatlar İskəndər haqqında faktlar əks etdirir? Fakt hesab etdiyiniz məlumatları qeyd edin. Gəlin dostlar, başlayaq. Biz burada faktları qeyd edək. İskəndər Makedoniya hökmdarı Filippin oğlu olub. İskəndərin atının adı Bukefal olub. Asiyada Bukefal adlı şəhər var. İskəndər Hindistan üzərinə yürüş edib. Makedoniyalı İskəndərlə İran hökmdarı Dara arasında müharibə olub. Bax belə dostlar, Y tapşırığına nəzər salırıq. Deməli belə, mətndə aşağıda verilmiş yaddaş xəritəsinə uyğun qeydlər etməklə Böyük Fatih mətnini dinləyin uşaqlar. Burada Makedoniyalı İskəndər uşaqlığı, təhsili, hökmdarlıq illəri və son illəri haqqında qeydlər aparacaqsınız. Diqqətlə qulaq asın. İlk öncə başlayırıq Böyük Fatih. Tarixin ilk nəhəng fatihi sayılan İskəndər eramızdan əvvəl 356-cı ildə Makedoniyanın paytaxtı Pella şəhərində dünyaya gəlib. O, Makedoniya hökmdarı Filippin oğlu idi. Atası onun təlim tərbiyəsinə ciddi fikir verirdi. İskəndər kiçik yaşlarından Filippin generalı Lisimaxdan tərbiyə alıb. Oxumağı, lira çalmağı, at sürməyi, döyüşməyi öyrənib. İskəndər hələ uşaq olarkən iti ağlı, qətiyyəti, cəsarəti, inadkarlığı, fiziki gücü ilə yaşıdlarından seçilib. Gəncliyi və təhsili. İskəndərin 13 yaşı olanda Filip görkəmli Yunan filosofu Aristoteli saraya dəvət edir. İskəndər 16 yaşına kimi Aristoteldən təbabət, fəlsəfə, əxlaq, din, məntiq və incəsənət sahələrində dərs alır. Gələcək hökmdar müəllimindən davranış qaydalarını, dövləti idarə etmənin sirlərini öyrənir. Hökmdarlıq illəri. Atasının ölümündən sonra 20 yaşlı İskəndər Makedoniyanın hökmdarı olur. 12 il ərzində uğurlu hərbi əməliyyatlar apararaq imperiyanın ərazilərini genişləndirir. İskəndər başqa sərkərdələrdən xeyirxahlığı və ədalətliliyi ilə fərqlənirdi. O, zəbt etdiyi ərazilərdə yerli hakimləri dəyişmir, əhali ilə ehtiramla davranır, onların adət-ənənələrinə, dinlərinə hörmət edirdi. Yunan tarixçisi Plutarx özünün İskəndər əsərində yazır. Qələbə çalan İskəndər İran hökmdarı Daran ailəsini əsir götürdü. Lakin hamıya tapşırdı ki, şah ailəsinə hörmətlə yanaşsınlar. Bu alicənablığına görə o, Asiya xalqları arasında böyük hörmət qazandı. İranı ələ keçirən İskəndər 327-ci ildə Hindistana üz tutdu. Hindistanın padşahı Por İskəndərin ordusuna qarşı saysız hesabsız piyada və süvarilərdən başqa 300 döyüş fili də çıxardı. Lakin məğlub edilməz sərkərdə bu döyüşdən də qalib çıxdı. Poru əsir götürdü. Hind padşahının məğrurluğu İskəndəri valeh etmişdi. Ona görə də tutduğu əraziləri idarə etmək elə Porun özünə tapşırdı. Son illəri. İskəndərin növbəti hədəfi Avropa idi. O, Siciliya və İspaniyanı da tutmaq istəyirdi. Lakin xəstəliyi buna imkan vermədi. Yenilməz sərkərdə eramızdan əvvəl 323-cü ildə vəfat etdi. İskəndərin qurduğu imperiya onun ölümündən dərhal sonra parçalandı. Dostlar, baxırıq. Deməli, indi isə bununla bağlı yaddaş xəritəmizə. Yaddaş xəritəsi üçün qeydlər uşaqlığı eramızdan əvvəl 356-cı ildə anadan olub, Makedoniyanın paytaxtı Pella şəhərində dünyaya gəlib, Makedoniya hökmdarı Filippin oğludur, təhsili Yunan filosofu Aristotelin tələbəsi olub, təbabət, fəlsəfə, əxlaq, din, məntiq və incəsənət üzrə dərs alıb, hökmdarlıq illəri İskəndər 20 yaşında hökmdar olub, 12 il hökmranlıq edib, İran, Hindistan şəhər üzərinə yürüşlər edib, imperiyasının ərazilərini genişləndirib. Son illəri isə eramızdan əvvəl 323-cü ildə vəfat edib, imperiyası ölümündən dərhal sonra parçalanıb. Bax, bu cür formada siz qeydlərinizi apara bilərsiniz. Son olaraq isə deməli uşaqlar, İskəndər haqqında məlumatların hansı mənbələrə aid olduğunu müəyyənləşdirin. Bu hissəyə baxırıq. Belə ki, burada
Rəvayətlər er, nağıl en, informativ mətn isə i və m kimi işarələnəcək. Birinciyə baxırıq. Bu Kefaliya şəhəri İskəndərin atının şərəfinə adlandırılıb. Bu nədir? Bu əlbəttə ki, rəvayətdir. Yəni biz buna rəvayət olan mənbədə rast gəldik. Buynuzunu gizlətmək üçün həmişə başına şiş papaq qoyurdu. Nağıl, yəni en hissə də buna rast gəldik. Şərqin məşhur filosofu Aristotel İskəndərin müəllimi olub. Bu isə informativ mətndə qeyd olundu. İran hökmdarı Dale ilə müharibə uzun müddət davam edir. Rəvayət. İskəndər daim döyüşçülər arasında ruh yüksəkliyi yaradırdı. Bu da rəvayətdə idi. İskəndər 20 yaşında Makedoniyanın hökmdarı olub. Bu isə informativ mətndə qeyd olunmuşdu. Son olaraq isə İskəndərə verilən adlardan biri də Zülqeyr Neyndir. Bu isə nağılda qeyd olunmuşdur. Bugünkü mövzumuz bu qədərdir uşaqlar. Sizinlə sağollaşıram. Yeni dərslərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.